Bu, mən hər dəfə deyirəm, çox önəmlidir. Bu ixtilaf Əhlüsünnə dairəsinin içində olan ixtilafdır. Bir dairə çək, bu dairə Əhlüsünnə dairəsidir. İçərisində, yəni özləri arasında azdır belə ixtilaflar. Nə qədər fiqh ixtilaflar var. Bəzi fəqihlər deyib belə, bəzi fəqihlər deyib belə, bəzi dairə arasında olan ixtilafdır. Bir də var ki, dairədən xaric tayfalar arasında olan ixtilafdır. Əhlüsünnədən xaric olan digər firqələrlə Əhlüsünnə arasında olan ixtilafdır. Başda ala bildim, bu çox önəmlidir. Əhlüsünnə ilə əşarilər arasında ixtilaf var. Böyük ixtilafdır. Sifətlər mövzusunda. Murciyələrlə Əhlüsünnə arasında iman mövzusunda ixtilaf var. Böyük ixtilafdır. Başda ala bildim? Bu çox önəmlidir axı. Əhlüsünnə ilə digər firqələr arasında olan ixtilaf var. Bu ixtilafa görə buğz etmək, ikrah etmək, təbdi etmək, təhzir etmək, uzaq dayanmaq, onlar icazəlidir. Çünki sən bizimlə onlar arasında olan ixtilafdır. Müvafiq olsan təbdi edəcəm səni. Təhzir edəcəm səninlə. Çünki onlarla bizim aramızda olan ixtilafdır. Rafizilərlə bizim aramızda ixtilaf var. Məhtudilərlə sufilərlə bizim aramızda ixtilaf var. Xavariclərlə bizim aramızda ixtilaf var. Hakimiyyə mövzusunda digər böyük günah sahibi təkfir olunmur. Bu onlarla bizim aramızdadır. Bir də var ki, xilaf bizim dairədədir. Vallahi namazın tərkində olan xilaf müsəlman diyorsa kafir. Əhlüsünnə dairəsi arasında olan xilafdır. Bir xilaf ki, Əhlüsünnə dairəsi arasındadır, orada şiddət göstərmək, qarşı tərəfi təbdi etmək olmaz. Çünki dairədədir. Uzağı nə demək icazəlidir? Nə demək icazəlidir? Mən bu görüşdəyəm. Sənin görüşün səhvdir. Namaz qılıb təkfir edirsən, namaz qılmayanları, müsəlman sayanlar səhv görüşdədirlər. Uzağı budur. Vallahi uzağı budur. Uzağı yəni, uzağı. Xəta edirsən. Şeyx İbn Baz, Şeyx İbn Hüseymin kafir sayıblar. Deyiblər, Albani xəta edib. Bəs və salam. Dairədən çıxdı, xəta etdiyi üçün, yəni Əhlüsünnə dairəsində. Yox. Çünki dairənin içərisində olan ixtilafdırsa, dairədən çıxmır. Bu çox önəmlidir.